Azərbaycan ordusu və Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələri Əbu-Dabidə Sülh Qalxanı 2026 əməliyyat taktiki təliminin hazırlıq məşqlərini davam etdirir. Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Daha sonra isə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra olunacaq tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib. Təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçiriləcək. Təlim planına uyğun olaraq dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərinin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan ixtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetiriləcək. Qeyd edək ki, Sülh Qalxanı 2026 birgə əməliyyat taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.